Düz eləyirlər bizə. O deyil 1100 stomatoloqun təpiyi vurdular, atla bayra. 1100 stomatoloq, qardaş. Görün birinci çıxın, niyə çıxardırsan cəmaat işdən? Optimallaşdırma adı qoyublar, optimallaşdırma. Bütün dövlət orqanlarında şap-başarab adamlar vəzifədən, dövlət işlərindən çıxardırlar. Qardaş, optimallaşdırma ilə yetmək üsrədir. Gəlin optimallaşdırmanı mən eləyim, görün necə optimallaşdırma eləyəcəm. Sizin 500 minlik avtomobil minmə 50 minlik düzdür? İl ərzində kargüzarlığa 1 milyon xərcləmə 50 min xərclə. Hər il dəyişdirirlər bunlar. Nə bilmirsən, nə deyirlərmi? Binanın təmirinə baxın, binanı təmir eləyirlər. Dövlət bax, bütün dövlət orqanlarında belə bina təmirə gedəndə üzünün qabığı var, o abrisovka deyirlər. O daş, üz daşlarını belə sökürlər yerə. O nədir? O bəzək içində vurulub da. Pəncərələrini içinə qədər bax, sıfırdan betona qədər niyə? Yeyinti olsun. Bax, bunu optimallaşdır. Düzdür? Optimallaşdırmaq istəyirsənsə dövlət nazirliklərinin özəl sektorlarda gedib arenda götürmə, bir dənə bina tik, bir dəfə ödə. Orada yaşa, optimallaşdırma orada elə, düzdür? Bunlar deyil katibələrin, deyil optimallaşdırma, geyimin deyil optimallaşdırma. Yoxsa bu yetim üsürü işdən çıxardır, optimallaşdırma aparır. Halbuki insanların ən çox müraciət etdiyi həkimlər sırasında elə diş həkimləri var. 32 dişimiz var da. İldə ən az 5-6 dəfə diş həkiminə müraciət edirik. Özdə bunlar bahalı deyirlər. Dünyada çox yerdə deyir ki, diş müalicəsi şey, o kosmetik dişdir. Kosmetik, yəni sən dişini gözəlləşdirmə xətrinə gedib nəsə eləyirsənsə o sığortaya daxil deyil. Amma mənim dişim çürüyüb, burada kişib üzüm, o kökünü müalicə eləmək, onu çəkdirmək, onu bulomplamaq, bu müalicədir. Bu kosmetik deyil. Kosmetik odur ki, məsəl üçün, mən dişim əyridir, ona şey qoyduram, nədir o? Hətta breket qoydurmağın özü belə, normal ölkələrdə, uşaqlarda ildə bir dəfə nəsə şey var. Yəni, qardaş, sən bunları eləməyə əvəzinə, kənd özü rayon yerlərində, bilirsiniz, çoxu da bu stomatoloqla rayon yerlərində çıxartıldı işdən. O rayon yerin cəmaat bilirsiniz, valla, bir göz pul olmur, bir toyuğu vurur qoltuğuna, gətirib sən canın həkim, bir dənə dişimə bax. Həkim də oradakı bütün hər şeyi cibindən alır, ha? Həkimlər deyə bilərsə, onda geçsin kabinet al. Həkim niyə o yer uğrunda vuruşur? Oradakı maaşa görə yox sensən. Orada maaş da simvolik. Sadəcə bu lisenziya almalıdır kabinetə, icazə almalıdır. Məsələn, orada bir bor maşın filan 5-5 filan. Fəhəyin gəlir, o gəlir, bu gəlir, yoxlaması filan. O deyil, oturmuşam da işləyirəm də dərmanına qədər özüm alıram da. Və uyğun qiymətə də dövlət müəssisəsi deyəndə, məsələn, 3-dən pul alır, 4-cüdən almır ki, dövlət müəssisəsi, məsələn. 3-dən də alanda insafla alır, nəinki özəl klinikalar, nəinki özəl belə deyək, xəstəxana. Yəni, bu nə olursa, baxın, yetimin, fağırın, kasıbın, yəsizin, onun başına olur. Heç görün, varlıların bir dənə xətrinə deyəm. Mən keçən oxuyuram, bankların Azərbaycanda deməli... Kredit faizləri.